Salamlar olsun. Və salamlar və sayğılar tamam dostların huzuruna. Bugünkü səfəçi kitabı oxuyacağam. Yenə də türkçülüyün əsasları kitabından 64-cü səfəni oxuyacağam. Yazan rəhmətli Ziya Gökalpıdır. İsrail günləri cami mədəni nə cür düzələr onun haqqında danışdı və sonra dedi ki, milli kültürü gücləndirmək üçün nə işlər görməlidir. Onlardan ikisini sadıladı. Bir budur ki, milli muzə lazımdır. Dedi ki, milli muzələrə nə yığmaq lazımdır? Tarixə mərbut olan çox şeyləri orada yığırıq. Və bir də etnografiya muzəsi. Etnografiya muzəsi də yəni bu günləri insanlar nə ilə yaşırlar? Əskidən tutmuş ta qədiməcəncə bunlar bir yerdə yaşamda təsiri var onu. Və ha belə dedi türkçülərin bir vəzifəsi də budur ki, bunları toplayalar yəni. Yəni türkçülüğün vəzifəsidir bu. Əslində bunları sayır ki, türkçülüğü nə cür gücləndirmək olar? Milli kültürü nə cür gücləndirmək olar? Bu cür gücləndirmək olar ki, bu muzələri hər kəs əgər indi dövlətimiz yoxdur, hər kəs öz qudrəti və gücü və varı qədər çalışa ki, onları toplaya və qoymaya qarət olacaq xariciyə. Hər şeydən ki, dünənlərdə onların misalların mən hətta belə biraz çox açıq ki, normalda heç deyilməz mən dedim. Çünki o aşkara aydın onları deməliydim, yoxsa o ədəbsizlik məsələsi deyil. Üçüncüsü nədir? Milli arşiv. Milli arşiv nədir? İndi diqqət buyurun, bu da çox önəmlidir. Milli arşiv baxanlıqların gizli olan özəl arşivlərindən başqadır. Deyir ki, bakanlıq bilirsiniz də, baxanlıq ya bakanlıq, yəni o adam ki, baxır. Bir məmləkətin məsələn, deyək ki, iqtisadına bir nəfər baxır, bancına bir nəfər baxır. Bunlara nə deyirlər? Adına deyirlər, İranda vəzir deyirlər. Bunlar baxanlıqdır. İndi Türkiyədə beləsi işlənir. Qədim sözlərin yerinə işlənmir. Baxanlıq. Başbakan da olur, rəis cümhur. Ki, o, onların hamısının başıdır. Deyir ki, milli arşiv baxanlıqların, yəni o vizarətxanaların gizli olan özəl xüsusi arşivlərindən, arşiv bilirsiniz, yəni ambar. Ambar, o yer ki, orada mədrəşləri toplurlar, ambar deyirik biz türkcə. Ambarlardan başqadır, onlardan fərqlidir. Başqa türkcə sözdür, fərqlinin yerinə. Milli arşiv artıq hökumətə ilgisi qalmamış. Əski yazılı bəlgələrin xəzinəsidir ki, millətin tarixçiləri və bilim adamları üçün sınıflandırılmış bir biçimdə düzənli bir yönetim altında göz önünə qoyulurlar. Pəs indi burada deyir ki, milli arşiv gör nədir? Milli arşiv artıq, yəni daha hökumətə ilgili ilgisi qalmamış. Yəni hökumətə rəbti yoxdur milli arşivin. Və kimə rəbti var? Əski yazılı bəlgələrin, əski qədimi yazılı sənədlərin, bəlgələr sənəd kəlməsi ki, ərəbcədir, onun türkçəsidir. Yavaş-yavaş mən elə burada çıxacağam ki, farsda söz yoxdur axı. Əsdən, buddan sonra bir söz tapmayacaq farsda. Əski bəlgələrin xəzinəsidir ki, xəzinə də bilirik də, elə xəzanədir yəni. Xəzinəsidir ki, millətin tarixçiləri, diqqət buyurun, millətin tarixçiləri o bəlgələri və bilim adamları və ha belə bilim, yəni elm sahibləri onlar üçün, yəni bir tarixçilər üçün və bilim adamları üçün sınıflandırılmış, onlar təbəqəbəndi olublar. Farsça deyirlər təbəqəbəndi, sınıflanmaq. Bilirsiniz, mədrəsədə sınıf deyirlər. Buna görə ki, məsələn, birinci sınıfından ikinci sınıf bəllidir. Yəni, birinci sınıf birdən-birə hop olub ikinci sınıfa keçə bilməz. Dəqiqən elə o sistemi təbəqatı ki, qədimdən var imiş, onu indi mədrəsələrdə icra olur. Və
bir nəfər bir sınıfın dəyişdirmək üçün gərək ha belə işdə də o cürdür. Bilirsiniz, əlan bunu mən dedim, gəlim deyim ki, bu haqda da bir uzun yazılar mən başlamışam. Əlbəttə çox danışmaq şəklində ta yazmaq. O da təbəqə ya sınıf Qərbidə ölməyibdir. Qərbidə çox güclü davam edir. Çox güclü. Və bunların sərhədlərin, hər sınıfın sərhədini qorumaq üçün özəl bir təşkilat düzəldiblər. Və cəlibdir, o sınıf özü məsuldur, özünün sərhəddini qoruya ki, biri oradan çıxa bilməyə, ya biri ora rahat girə bilməyə. Bu çox bir əcib bir məsələdir ki, təbəqə hala dünyada işin görür. Məsələn, sərmayədarlar bəllidirlər, amma hərdən bir görürsün, bir nəfər, məsələn, Bill Gates kimi, filan kimi, məsələn, eləyə bilir çıxa onun içinə. Çox da bağlı deyil ki, heç getməsin. Elə qədim də bu cür idi, çox da bağlı deyildi. Amma indi hər halda bu sınıflanıbdır mədrəşlər, yəni təbəqəbəndi olubdur mədrəşlər, sənətlər ki vardı. Dedik ki, bəlcə deyirlər sənətlərə. Sınıflandırılmış bir biçimdə, təbəqəbəndi olmuş bir şəkildə, biçim, şəkil, format deməkdir. Format ingiliscəsidir, şəkil də farscasıdır fikir edirəm. Düzənli bir yönetim altında. Düzənli, yəni dedik da tərtib, nəzm-i tərtibli ərəbcədir. Nəzm və tərtib, hər ikisi ərəbcədir. Nəzm və tərtibli bir yönetim, bir müdiriyyət altında göz özünə qoyulurlar. Bunlar, yəni bu bəlgələr ki, tarixi bəlgələrdir, o bəlgələri bir müdiriyyət altında tarixçilər və bilim adamları göz önünə qoymalıdırlar. Nə yazıq ki, gərək Bab-ı Aliyə və Dış İşləri Baxanlığına, gərək Dəftəri Xaqaniyyəyə, vəqfilərə və fətvaxanəyə aid əski yazılı bəlgə məxzənləri indiyə qədər nə bir araya toplanmış, nə sınıflandırılmış, nə də qorunmalarına özən mütərzim özü yazıb təlaş və çaba göstərilmişdir. Diqqət buyurun, deyir, nə yazıq ki, çox heyf ki, heyf ərəbcədir, nə yazıq ki, onun türkçəsi, nə yazıq ki, gərək Bab-ı Aliyə Osmaninin səltənət xanasına, yəni Bab-ı Ali həm Səfəvidə deyilirdi Bab-ı Ali, həm də Osmanlıda deyirdi. O yer ki, ora hökmdarın evidir. Ya sultanın, ya xəlifənin evidir, ya dəftəridir, idarəsidir, deyək də beləsi. Ora Bab-ı Ali hesab olurdu. Alıqapı deyirlər Təbrizdə, Alaqapı deyirlər. Alaqapı deyil əslində. Ala yəni rəhbərək də, yəni ağınan qəriyə biz ala deyərik. Yox. Farslar bunu çeviriblər. Ali ya əla. Bu ikisindən biri olacaq da, amma alidir. Bunu da ali bilirsiniz ki, Y ərəbdə əlif kimdə oxunur. Ona görə ala deyilir. Alaqapı, yəni əla qapı. Yəni ən yuxarı bir şərəfli dərvaza qapı. Bab-ı Aliyə, indi onu işarə edir ki, Osmanlının xalqları və Dış İşləri Baxanlığına və xarici Vizarətxaniyə, diqqət buyurun, görün 2 dana, gərək dəftəri Xaqaniyə, Xaqan Türkiyədə şaha da deyilirdi. Onun özəl bir dəftəri varmış hətmən ki, deyir dəftəri Xaqaniyə, yəni o Xaqanın yazılarına, vəqfilərə ha belə və fətvaxaniyə. Bəllidir ki, ərəblərdə də olmasa, türklərdə bir fətvaxana varmış. Fətva verərmiş. Deyir ki, onun da bu saydıqlarımızın
aid əski yazılı bəlgə məxzənləri indiyə qədər onların, yəni aid deyəndə yəni onların ərəbcə sözdür. Onların əski yazılı bəlgə məxzənləri yəni məxzən içi bir sandıqlar içi orada sənət saxlanılır. İndiyə qədər nə bir araya toplanmış, o günəcən ki bu kitabı yazılmış yəni. Nə o sənədləri ki dedi haralar. Nə bir yerə toplanmışdı, nə də sınıflandırılmış, nə də ki onları təbəqəbəndi eləyiblər, ərəbcə desək, nə də qorunmalarına özen göstərilmişdir. Nə də onların qorumasına. Qoruma özümüzdə bilirik. Elə məsələn deyirlər filan kəsində qoruması var. Yəni mühafizət, nicəhdari farsça bunlar. Əlbəttə nicəhdari farscadır, mühafizət ərəbcədir. Özen göstərilməmişdir. Yəni çaba, farsca olur təlaş, göstərilməmişdir. Yəni onları saxlamaq üçün buracan heç bir hərəkət olmayıbdır. Milli tariximizin ən doğru bəlgələri olan bu yazılı bəlgələrdən ən önəmliləri aşırılaraq Avropa kitabxanalarına daşınmaqdadır. Deyir ki, milli tariximizin, bizim də mütəəssifanə elə bu günlər o cürdür, farslar başardıqlarını aradan aparırlar. Biz bunu bilirik, kitabları təsviyə adına məsələn aradan apardılar ya aradan yəni aparırlar, beləsi deyək. Əslən qəsdi bir milli tarixi bir qətliama əl vurublar. Yəni milli tarixi bir sənəd qətliamına əl vurublar ki, bu dünyada da məhkumdur. Çünki böyük bu sənədləri aradan aparmazlar. Milli tariximizin ən doğru yəni həqiqi düzgün bəlgələri, sənədləri olan bu yazılı bəlgələrdən, dedik da üstdəki hansı yazılı bəlgələr, yazılı sənədlərdən ən önəmliləri, ən önəmli, yəni ən yəni çox, bunu hər zaman işlədə bilərsiniz. Məsələn, deyir ki, ən uca, ən böyük, ən geniş, ən qəşəng, ən pis. Bu ən sözü yap belə sifət-i əla, bərtər ya farsça deyilir, onu yerindədir. Ən önəmliləri, əhəmiyyət önəmliləri də əhəmiyyətliləri aşırılaraq, aşırmaq demişik da, aşırmağın bir neçə mənası var. Bu ki, məsələn bir şeyi divardan aşırırıq, beləsi yıxırıq, aşırırıq. Bunlar aşırmaqdır. Bir də ki, dedik, bunları aşıraraq, elə burada indi bu anlamdadır. Aşıraraq, yəni mərzilərdən keçirdərək Avropa kitabxanalarına daşınmaqdadır. Onları daşındırırlar Avropa kitabxanalarına. Diyarbəkir kimi öz doğulduğu torpaqları deyir. Diyarbəkir kimi bəzi əski el və iyalət mərkəzlərində olduqca dəyərli olan əski yazılı bəlgələrin baqqallara satılaraq paket kağızı olaraq kullandığı gerçəkdir. Mən bunu özüm Təbrizdə şahid oldum. Bizim bir nənəmin bir dayısı var idi. Allah rəhmət eləsin. Dayı dostusu da ölübdü. Biz zəndayı deməzdik, qədim dayı dostu deyərdik bunlara. Dayı dostusu var idi. Bir oldu. Mən Tehranda dərs oxurdum. Bir gün gəlmişdim Təbrizə. Nədir oldu? Yolum bunlara çox düşərdi. Çox sevərdim bunları. Bir gün durdum, getdim ki, görüm bunlarda nə xəbər, getdim, gördüm ki, evlərində uşaqlar kağızdan təyyara düzəldib atırlar. Mən də ruznamenigarı oxuyuram, kağızın müxtəlif cürbəcür kağızlar bizim təxəssüsümüzə keçibdir. Bunları oxuruq, bunları azmayış edirik, əlimizə alırıq, iyilirik, dadırıq, hətta bunların da cür düzəldiblər, nəmənədir bunları. Gördüm kağız çox belə əla bir kağızdır. Yavaş-yavaş bunu açdım, gördüm ki, şah zamanı o İnqilab-ı Sefid dediklərində gəliblər xanlardan, bəylərdən, ərbablardan yerləri alıblar. Bizim də nənəmizin babası,
dədəsi yox, babası bir ərbabmış. 5-6 kəndi varmış özünün. Bunun da kətlərin əlindən alıblar Şahzamanı. Buna Banca Kişavərzinin səham kağızını veriblər. Bir sandıq, yəni bir yaxdan. Və bunlar saxlayıblar. Dəqiq adlarından çıxıb ki, bu əslində nə mənədir, oxumurlar da. Allah bəzi adama savad verib, amma savadı işlətmək gücü verməyibdir. Yəni bəzi adamlar savadı oxuyublar, savadlı olublar, amma o savadı işlətməkdən xoşları gəlməz. Heç bunu oxumayıblar ki, bu sandıqdakı kağız nə mənədir, nə ərzişi vardı. Uşaqlar götürüblər bundan təyyara düzəldilər, atırlar. Gedir şütiyə, o üzə, bu üzə. Mən bunu görən kimi açdım, yavaş-yavaş gördüm. Çox gözəl kağızdır. Biraz da yaşıl vəzi idi. Çox da yaşıl deyil, amma yaşıl idi. Onu açdım, belə oxuyanda gördüm ki, bu yazıb Səham-ı Banca Kişavərzi. Dayı dostuma dedim, dayı dostum, bunlar hardadılar? Dedi, bunda bir sandıqdır, uşaqlar oynayırlar. Dayın saxlamışdı onları. Uşaqlar yavaş-yavaş oynadılar, təyyara düzəldilər. Dedim, evin yıxılmasın, bunlar puldur. Bunların hərəsi neçə min tüməndir. Siz bunları niyə qoymusunuz uşaqlar? Mən onu orada gördüm. Sonra nə qədər elədim, onun yerini heç kəs demədi ki, nə oldu. Yəni o qətlən bizə də yetişəcək idi da bir payda. Ona görə hamı üstü bassın, üstünü örtdülər, basdılar. Heç bəlli olmadı ki, nə oldu. Umarım inşallah tapalar lağəl özləri istifadə edərlər. Çünki bizim böyük babamız əslində o kağızlar üçün eşitdiyim qədər özünə ömür boyu ayaqqabı, düzgün ayaqqabı almayıbdı özünə, arvadına, uşaqlarına və bir uzun zaman, məsələn bir 50 il, 60 il ayaqyalın, qışı yayı ayaqyalın yeriyiblər. Buna görə ki, bir pul daldiyə qoyalar və yer alalar, kənd alalar, yer sahib, mülk sahib olalar ki, sonra da şanslarından düşdü o vəziyyətə və aradan getdi. Cəlib ki, şah da gətirdi o yeri, kiçik-kiçik böldü. Bu bir böyük iftizah idi tarixdə. Tarixdə bundan böyük iftizah yoxdur şərqidə. Baxın, ondan öncə yerlər xanın əlində idi, ərbabın əlində idi, bəyin əlində idi. Kəndlilər yerin üstündə işləyirdilər. Fəqət evlərinə malik idilər. Yəni oturduqları yerə malik ola bilirdilər. Əkinəcək yerinə, zəmi yerinə malik olanmırdılar. Bunun üçün də yerlər ev sahibi bölünməzdi. Sonra şah ki bunu aldı, yekə zəmiləri böldü, kiçik-kiçiyə verdi adamlara. Məsələn deyək ki, mənim babam, məsələn Mehdiqulu babam, dədə babam, məsələn 5 hektar yer alıb, 10 hektar yer alıb, məsələn, deyək, belə deyək da. İndi bunun 5 dənə oğlu var. Hərəsinə 1 hektar. İndi hər oğlun da 4-5 dənə oğlu qızı var. İndi bunun arasında biraz hərəsinə 200 metr zat yetişir. Və gələn nəslə qalanda, indi fərz buyurun ki, məsələn, mənə 250 metr getirir, mənim 4 uşağım var. Onların arasında hərəsinə 50 metr, 60 metr yetişəcəkdir. Bu nə olur? Bir dənə məmləkəti viran eləmək şəklidir bu. Yəni bizim, mən bunu dəfələrcə demişəm, biz iqtisadi baxmamışıq. Biz Pəhləvi dövrünü iqtisadi, əbəda iqtisadi baxmamışıq. Bunun üçün çox böyük biz zərərlərə girmişik. Pəhləvi əslən gəlibdir, İran deyilən coğrafiyanın, millətlərin iqtisadını dağıda. Çünki əvvələn Pəhləvi, bilirsiniz dostlar, çox kasıb bir ailədəndir. Dədə-nənəsi yoxdur əslən. Beləsi deyək, bir uzun zaman yetim olub. Əslində deyək, yetim böyüyüb əslən. Bunu dayısı və ögəy zəndayısı, dayı dostusu saxlayıbdı. Və bu heç vaxt mədrəsəyə getməyibdi. Çünki pul olmayıbdı. Doyunca buna çörək verməyiblər, bunu doyunca işlədiblər, doyunca təhqir eləyiblər, söyüş veriblər, döyüblər, vurublar. Yoldaşlarına, sübdən axşamacan yoldaşları ilə küçədə latdıq, lütdük, davası, şava bunlardan elərmiş. Və 9-10 yaşında da dayısı deyib ki, dayısı da o zaman orduda paltar tikərmiş. Deyib ki, mən bunu aparım yanım, orada başın qatım. Onu aparıb orada indi görün, amma sən bir dana kiçik uşaqdır, bizim Təbrizdə deyirlər sütül uşaqdır. Bunu o
əfsərlər deyək, kadr həlada. Bunu əlləri altında işlədirlər. O bizə göndərirlər, axşam da bir tikə buna indi bir çörəkdən zaddan verirlər də, nahar sübhanəsinin naharın şamını yesin, getsin evinə. Və mən əlbəttə dostlardan birinə dedim ki, gəlin oturun siz bunun xatirələrinin üzündəki yazılıbdır, çoxlu adamlar yazıblar. Onların üzündən bunu şəxsiyyətin təhlil eləyin, rəvankavi elminin əsası ilə ki, Freud eləyibdir. Siz də Freudun əsli işi də buydu ki, ölən adamların eləyə bilirdi kitablarının və ya yazılarının, ya onun xatirə, ya deyək ki, biografi deyirlər. Yəni zindicanlığının yazılmışlığının üzü ilə otururlar bunları analizi, rəvankavi edirlər. Bu nə cür olubdu, belə olubdu. Bu adam nə cür bir şəxsiyyət var, ağlı nəcər, huşu nə qədər filan nədir. Mən hətta bunu pişnahad elədim bir rəvanşinasa Tehranda ki, bizim də dostumuzdur, familimizdir. Dedim bir də pul da mən verim, sən otur bunu. Gördüm ki, yox, o adam əslən yekə pul istəyir ki, otura bir işi görə, özdə işləyən deyil. Qoydum qırağa, vermədi. Hər halda sifariş vermədi. Bəli, məsələn, mənim nəzərimə gəlir ki, o məqtədə buna təcavüz də ola bilər. Çünki bilirsiniz, bunu da biz üstünü örtənmərik. Ərteşdə, hətta mən İran-İraq savaşında getmişdim cepiyə, biraz. Orada mən gördüm ki, cıqqılı uşaqlara təcavüz edirlər. Bunu mən gözümlə gördüm. Və ondan sonra mən orada ölənlərin çoxunu heç vaxt şəhid demədim. Hətta mən gördüm uşağı razı eləmək üçün deyir ki, məsələn, adam da eləyə bilmirdi ki, müxalifət eləyə bilirsiniz. O fərmandehdir, sən də bir şeysən, bir yol, müxalifət də eləyə bilmirdin. Eləsəydin də verəcəklər, dadı hazada, salacaqlar sənin başına hər halda bir şeylər. Və bir də o savaşa da biz inandırmışdılar, yəni. O cəhətdən də ki, o savaşa da bir zərər dəyər, adam üstünü örtürdü. Mən şəxsən özümü deyirəm. Və orduda bu bir adət idi. Tarix belə bir adətdir. Erkək adam hər halda bir yerdə bir müddət qalandan sonra ya gərək özü ilə oynaya, ya gərək biri ilə oynaya. Normalda zindanda, padıqanda bunlar bir-birləri ilə təmasda girərlər. Və biri kiçik olsa, onun başına 1000 cür oyun gətirə bilərlər. Məsələn, mən Təbriz zindanında bunun xatiratını yazmışam, çap olubdur. Məsələn, böyük uşaqlar, deyək ki, 18 yaşında, 17 yaşında, 16 yaşında uşaqlar, məsələn, 8-9 yaşında uşaqlara təcavüz eləməklərin, məsələn, mən zindanda eşitdim qulağımdan və zindana da quzarış verdim. Sonra da yazdım bunları mən ki, bunlar gərək bir kontrol şəklində bunlar qalalar, yoxsa hər halda bu cürsə olur. Ehtimalən Rıza Palaniyə də o məqtədə təcavüz olubdu. Onun üçün də bu böyüyəndə oğdələrinin hamısını gətirir. Kasıblıq oğdələrin və yerin olmamağının oğdələrin hamısını gətirir. Məsələn, çoxlu yerləri tutur sahiblərindən alır. Bir dünya pul, para yığır, əslən bilmir bunları hara qoysun. Nəfti satır, təqribən deyirlər 80-i gedirdi Rıza Palaninin cibinə, 20-si gedirdi xəzinəyə. Yəni, deyirdilər, əslən satılırdı, verirdi Rızaya. Rıza idi ki, təslim turdu ki, Beytulmalaya, xəzaniyə versin ya verməsin. Bu cürsü bir vəziyyət idi. Və bunun rəvani vəziyyətləri ki, sərbazları bəh vurarmış, bəh deyirəm. Özü bəh oğruymuş, çox əli əyriymiş. O qədər əli əyriymiş ki, bir gün gedir bir yerə, deyir ki, məsələn, heç kəs mənim cibimi vuranmaz. O zaman ki, şah olubdur. Və hər kəs vursa, mən caizə verələm, məsələn. Jandarmeriymiş o zaman. Jandarmeriyə gedəndə, jandarmeridə, bilmirəm harada, bunun cibini vururlar. Və bu sözünə durur, o adamı da öldürür. Yəni, bu cür çox laubali bir adamdır. Yəni, keçəcək çox kötü bir vəziyyət qoyub təsir onun siyasi vəziyyətə gələndən sonra əksül əməlinə. Məsələn, siz indi bu günlər ki, mollaları görürsünüz, əcibə danışıblar, dünyanı yeyirlər, ya bu adamlar görürsünüz, əcibə ixtilas edirlər. İllədə budur ki, bunlar çox fəqirlikdən gəlirlər.
Məsələn, mollalar ömürlərində bir doyun, qarın o zaman yerdilər, gedələr bir yerdə, məsələn, biri ölə, bunlar gedələr oraya, bir toy ola, bunları çağıralar, toy aşıq gəlməmişdən qabaq bunlara bir doyuncan yemək verərdilər. Bunlar bir yana da deyərdilər ki, bugün aparaq evə, arvad uşaq da bir tikə yesin. Bunu deyərdilər əslən mollalar. İndi bunlar o vəziyyətdən ki, aclıq idi, aclıqdan birdən çıxıblar varlığa, doymurlar. Çünki bunlarda bir ətəş var. Mən bunu zindanda yenə təcrübə elədim. Onlar ki, etisab qəza elirlər, etisab qəzanı sındıranda, yəni onlarda bir əcibə uğda yaranır da, mən dəmiri də yeyərəm. Bu qədər yetişir bura. Adam deyir ki, mən dəmiri də yeyərəm. Və bunu sındırandan sonra bədən də doymur, adam özü də, nəfsi də doymur. Yəni, qarın doyur, şişir, partdır, adam yekəlir. 2 ayın içində görürsə, adam 100 kilo aşdı, 2 ayın içində. Yəni, mən hesablardım, gündə 1 kilo rahat adam kökəlir sonra. Özümdən deyirəm, heç kəsi demirəm. Mən 110 kilo acan qalxdım ki, sonra gətirdim əşaya, yenə qalxdım, yenə gəldim. İndi bu 4-cü dəfədir ki, yendirirəm əşaya, 104-5 kilodan yendirirəm əşaya. İstəyirəm bunu deyəm ki, indi ki, siz görürsünüz, ixtilas elirlər, o kasıb adamlar ki, ömürlərində bir məsələn, doyun qarını bir şey tapa bilməmişlər, yiyələr, işlirdilər, qarınların görünürdü. İndi onlar gəliblər iş üstə. Mədrəsə almaqlarına baxmayın, bunlar həmin kasıb adamlardılar. Onlar onların balalarıdılar. Onlar, məsələn, bir doyuncan bir özümü desəm, məsələn, mən birdən çus deyərdik da, çəhmə alardılar normalda, plastik çəhmə. Onu bəlkə dabanın 50 dəfə biz əridərdilər, dəmirinə bir ayrı şeyini yapışdırarlar. Oradan su geçməsin, içində yenə də su geçərdi. Bu cür kasıb adamlar yetişiblər, o mövqeyə yetişəndə yığmaqdır, xəsislikləri var. Yəni, heç kəsə getməsin, mənə gəlsin və doymazlar. O rəvanşinasi bunlara o cürsə rəvankavi eləsələr çox cəlib çıxar, amma bilmirəm niyə ki, bunları eləmirlər. Söz hardan gəldi, sözü gətirdi, nə mənə də bezi gətirdi, çıxdıq bura. Deyir, Diyarbəkir kimi bəzi əski ellərdə, ellər bilirsiniz, o zaman necə məsələn, Məmaliki Məhrusi Qacar 7-8 məmləkətdir, il deyil, məmləkətdir. Adı Məmalik Qacardır. Yəni, məmləkətləri ki, Qacarın hökmünün altındadır. Ya Qacarın məmləkətləri. Azərbaycan bir məmləkətdir özünə. Farsistan yoxdur. Bəluçistan və Kirman var. Əl-Əhvaz var. Bu 7 dana hər halda, əgər 6-ya 7 dana məmləkətdir. Bir neçə dana da iyalətdir. Və bunlar demək olar ki, şah özünün övladlarını qoyardı bunlara. Ərəbcə bunlara il deyilirdi, iyalət. İyalət ərəb sözüdür. Bəlkə də türk sözdür. İl sözündən olacaqdı. İl sözündən olsa ya el sözündən olsa, iyalət də oradan gələcəkdi. Bəli, türk sözü olacaqdı. Hər halda deyir, el və iyalət mərkəzlərində olduqca dəyərli olan, dəyərli ərzişli olan əski yazılı bəlgələrin baqqallara satılaraq paçat kağızı olaraq kullanıldığı gerçəkdir. Deyir ki, o cüzü bir iyalətlərdə ki, onu istəyirdim deyəm ki, o iyalətlərin mərkəzlərində şahın evlatları olardılar. Hər kəs də şah olan yerə yaxın olsaydı, o şah olardı şah öləndən sonra. Ya koduta olandan sonra o şah olardı. Uzaqda olan şansı çox az idi. İlla ki, məsələn, şuriş eləyəydi, savaşa gələydi, qardaşları öldürəydi və eləyə biləydi ki, məsələn, dövlət ələ keçirə, o da çox az ola bilərdi. Onun üçün deyirəm məmləkətdir, çünki başında bir şah olardı. Şahın oğlu da şah hesab olur əslində. Balaca şahdır da, adını dilə şahzadə, indi dilə şahzadə. Görünür ki, milli bir arşivin də kəsinliklə hızla qurulması gərəklidir. Görünür ki, bu da, yəni nəticə budur ki, sonuc budur ki, milli bir arşivin də kəsinliklə, yəni kəsmək nə mənədir? Yəni, məsələn, pəniri kəsir, hər nə işə. Yəni, kəsirsən, gedir də, qutuldu. Kəsinliklə, yəni qətiən hızla, yəni sürətlə
qurulması gərəklidir. 65-ci səhifəyə getirik. 4-cü ünsürü ki, milli kültürü gücləndirmək üçün lazımdır, onu danışacaqdır. Bu 5 ya 6 da nə olacaqdır? Mən burada bu səhifədə fikir edirəm ki, 5-in də elə hamısını yazıbdır. Biraz sürətlə oxusam yetişərik bu günləri. 4. Milli Tarix Kitabxanası da genel kitabxanadan başqadır. Milli Tarix Kitabxanası bir dənə də milli tarixi kitabxana istir. Bir milli kitabxana vardır ki, orada hər cürə kitab ola bilər. Bir də milli tarixi kitab, yəni tarixə özəl, həm öz məmləkətimizin, öz adamlarımızın, həm də öbrisi məmləkətlərin və öbrisi adamların. Yəni, məsələn, biografi dedikləri, yəni zindicinamə, bu özü bir tarixdir da, bilirsiniz. Bu, bir adamın tarixindir, eyni halda bir məmləkətin də tarixinə əl qoyur. Milli Tarix Kitabxanası da genel, umumi, geniş kitabxanadan, umumi kitabxanadan başqadır, fərqlidir, başqadır. Genel kitabxana bilimin, ədəbiyyatın hər dalına aid kitabları içinə almalıdır. Genel kitabxana, yəni umumi kitabxana, bilimin, elmin, ədəbiyyatın hər dalına, yəni həm elmin hər şaxəsinin, dal şaxə, farsça şaxədir, türkcə dal. Qarğı dalı, bunu da deyirik, qarğının dalı. Qarğı biz niyə deyirik? Dalı da o şey ki, qanat ki çıxır, o qarğı dalı gətirir. Yəni, məkə gətirir, ona da deyirik qarğı dalı. Hər dalına, yəni hər qanadına aid kitabları içine almalıdır. Ədəbiyyatın, incəsənətin əlbəttə də, siyasətin də əlbəttə, hüququn da. Deyir, hər sahədə də el bilim ki dedi, yəni hamısının gəlir alır içinə. Milli Tarix Kitabxanası isə, indi fəqət tarix kitabxanası, Milli Tarix Kitabxanası isə yalnız milli kültürümüzü təşkil verən qurumlara aid tarixləri və tarix qaynaqlarla bəlgələri içəriləməlidir. Deyir ki, Milli Tarixi Kitabxana yalnız fəqət milli kültürümüzü təşkil verən, təşkil ərəbcə sözdür, yəni düzəldən, yaradan qurumlara, yəni təşkilatlar, dövlət təşkilat, xarici dövlətdən eşik təşkilat, aid tarixləri, qurumlar, yəni məsələn, səltənətin hər bölümü, məmləkətdə olan qurumlar da, Farsça nəhad da deyirlər, sazman təşkilat da deyirlər. Əlbəttə, nəhad biraz genişdir, sazman təşkilat biraz kiçikdir, onun içində olur, nəhadın içində olur. Farsçada. Qurumlara aid tarixləri və tarixi qaynaqlarla bəlgələri, həm tarixi qaynaqlar, mənbələri və həm də sənədləri, bəlgələri içəriləməlidir. Yəni, o Milli Tarixi Kitabxana özünə almalıdır, içərisinə almalıdır, içəriləməlidir, yəni içinə almalıdır. Bu kitablar və bəlgələr, bu kitablar və bəlgələr ki, bu Milli Tarixi kitabda olacaq, din, əxlaq, hüquq, fəlsəfəmizin, ədəbiyyat, müzik, ekonomi, yəni iqtisad, əskərlik, ordu, politika, siyasət, bilim, elm və fənnilər olur teknoloji. Tarixlərini, bunların ki saydıq, bunların tarixlərini və bəlgələrini, yəni sənədlərini tumu ilə umumi ya tamami yerinə tümü. Tüm türkcədir, həmi, farsın həmə ya ərəbcədə kol, onun yerinə tümü ilə bir arada bulundurulmalıdır. Deyir ki, bunların hamısını bir yerdə, tümü ilə, yəni hamısını bir yerdə, bir arada, tümü ilə hamısını bir arada, yəni bir saxtmanın içində, bir binanın içində bulundurmalıdır. İndi, ola bilər ki, məsələn, qədim Qacar dövründən bir yaxçı rəsm başarmışdı. O da buydu ki, hər millət məmləkət olduğu üçün özündə milli kitabxanası var. Azərbaycan özündə məmləkət olduğu üçün milli kitabxanası var idi. Cumhuri İslami Rıza Şah Məhəmməd Rıza ona əl vuramamışdılar. Təbrizlilərin o zaman biraz qeyrəti var idi. İndi ki Təbrizdə qeyrət əsəri yoxdur, kitabxana millini
götürdülər, dağıtdılar, adını qoydular Kitabxana Mərkəzi. Niyə? Milli bir dənə olar, o da Tehrandadır. Cəlib budur ki, milli şöbələri qura bilər. Çünki milli ixtisası yoxdur fəqət paytaxtda. Milli hər şey ki, dövlət ya millətin mən milli ilə İranda dövlətinin fərqini bilmirlər. O şey ki, dövlətin əlindədir, ona deyirlər milli. O halda ki, bu cür deyil. Milli o şeydir ki, millətin ixtiyarında ola. Millətin nüfuzu altında ola, millətin iradəsi altında və imkanı altında ola, istimal eləyə bilər, faydalana bilər. O millidir. O halda ki, və milli olandan sonra o hər şəhərdə qurula bilər onun bir parçası. Məsələn deyirəm, Azərbaycan deyəndə Azərbaycanın bir milli kitabxanası ola bilər. Bu milli kitabxanasının bir budağı Təbrizdə olar, biri Ərdəbildə olar, biri Zəncanda olar, biri Qəzvində olar, biri Həmədanda olar, biri Tehranda olar, biri Qumda olar, biri Urmiyədə olar, biri Astarada olar, biri Kürdistanda olan torpaqlarımızda olar və hətta Farsistanda qura bilər bunu. Yəni milli kitabxananı hər yerdə dövlət istəsə eləyə bilər. O ad altında qura və o bunun kimliyidir. Amma mütəəssifanə indi İranda bunu qoymurlar ki, başa düşsün. O halda ki, bu tarix dallarından hər hansı birinin tarixini yazmaq istəyən bir tarixçi gərəkli gördüyü bütün qaynaqları və bəlgələri bu kitabxanalarda hazır bula bilsin. Gözəl. Deyir ki, o halda ki, yəni bunları o kitabxanalara, milli kitabxana, milli tarixi kitabxanaya yığsınlar ki, o halda, yəni bu vəziyyətdə bu tarix dallarından, o tarixin hər bir dalı dedi də, o din, əxlaq, hüquq, fəlsəfə, ədəbiyyat, muzik, ekonomi, əskərlik, politika, bilim və fənlər və o birilər. Bunların bir hamısında, məsələn, burada hünəri demədi, estetik deyir. Estetiki heç burada demədi, məsələn. Bunlar, məsələn, orada olacaqdır. Onlar dallarıdır, tarixin dallarıdır, qanatlarıdır. Hər hansı birinin, yəni Cənabuz, o birisi, bu birisi, mən, hər kəs, hər hansı birisi, yəni hər kəsin, hər insan, bunların birinin, bu 7-8 dana sayılır, bunların birinin tarixini yazmaq istəyən bir tarixçi nə olar? Gərəkli gördüyü bütün qaynaqları, gərəkli, yəni lazım gördüyü bütün qaynaqları, mənbələri və bəlgələri, sənədləri bu kitabxanada hazır bula bilsin. Bu kitabxanada hazır bula bilsin, yəni hazır olsun ki, onu götürə bilsin, istifadə eləyə bilsin kitablarına, təhqiqinə. Beşincisi ki, demişdi, milli kültürü gücləndirməkdə lazımdır. İstatistik, əlbəttə burada istatistik deyir. İstatistik yenə də bizdə İslam dünyasında olmadığı üçün bunu Avropadan alıblar. Avropadan aldıqları üçün də deyiblər bizdə buna keçmişdə bir söz yoxdur, indi də bir söz düzəltmirik, elə bunu Avropadan gəlmiş kimişik. İstatistik yenə amar, say. Amma normal say deyil. Bu adam başı saymaq, iqtisad saymaq, hər şeyi saymaqdır əlbəttə. Bəli, buna say mən deyirəm, amma məmuli say deyil. Bu biraz fərqlidir. İstatistik hələ də amaldır. İstatistik Genel Müdürlüyü də hər baxanlığın qurulduğu özəl istatistik örgütlərindən başqadır. Deyir ki, hər istatistik amar Genel Müdürlüyü, bunun ümumi bir müdürlüyü, müdür də bilirsiniz da dövr kəlməsindəndir. Dövr yəni fırlanmaq, müdür yəni bunlar bir zaman müdür olar, sonra çıxar gedər. İranda madamil ömrü, onlara müdür deyirlər. Onlar elə rəisdirlər, qalırlar rəislikdə. Müdür deyirlər. Müdür olardı ki, dövrün keçirdər, çıxar gedər. Genel müdürlüyü, yəni amarın ümumi müdürlüyü, genel ümumi, hər baxanlığın qurduğu, hər vizarətxananın qurduğu özəl, məxsus o vizarətxanaya aid, yəni o vizarətxanaya özəl istatistik amar örgütlərindən, təşkilatlarından başqadır, fərqlidir. Pəs bir dənə də ümumi deyəcək olar ki, o hər vizarətxanadakı vardı, ondan fərqli olmalıdır. Çünki hər baxanlığın qurduğu istatistik örgütü yalnız öz rəsm işləmlərini gərək duyduğu istatistiki rəqəmlərə önəm verir. Deyir ki, niyə?
Çünki hər baxanlıq, hər vizarətxana qurduğu istatistik örgütü, örgüt dedik sazman, təşkilat, qurduğu, bərpa elədiyi, yaratdığı istatistik amar təşkilatı yalnız öz rəsm işləmlərini, öz rəsm, yəni rəsmi burada deyəcəkdir. Mən fikir edirəm ki, burada iştibah düşübdür. Y gəlib vəsətə. Bu olacaq özünün rəsmi işləmlərini, özünün rəsmi əməlkərd farsça deyirlər ki, ərəbdir, ərəb ilə farsça qatıblar. Əməlkərdlərini ya işləmlərini öz işlərin, yəni o da gərək gördüyü üçün nə qədər lazım görsə, gərək gördüyü üçün, lazım gördüyü üçün bunu deyir neylər? İstatistiki rəqəmlərə, rəqəm də bilirik da, yəni İngiliscə digit deyirlər, ədədə çevirər, rəqəmlərə önəm verir. O deyir ki, istədiyi qədər, o hər vizatxana özü istədiyi hədəfinə görə rəqəmlərə önəm verər. Yəni onun təhqiqinə bir ayrı adam baxsa, bir ayrı bir şey görər. İstatistik Genel Müdürlüyü isə milli kültürün meydana çıxması üçün gərəkli olan və milli həyatın bütün dallarını içine alan genel bir istatistik örgütüdür. Bir dana bundan tərif verir ki, Milli Amar Mərkəzi nədir? Milli Amar Mərkəzi bundan ibarətdir ki, Genel Müdürlüyü isə, yəni Milli Amar Müdürlüyü da dedik, mərkəzi, burada mərkəz deyirlər farsça, bizdə elə mərkəz deyir. Türkiyədə müdürlük deyirlər, bu cəlibdir. Milli kültürün meydana çıxması üçün. Yəni bu istatistik görün nə qədər önəmlidir ki, milli kültürü meydana çıxadan budur. Milli kültürün meydana çıxması üçün gərəkli olan, lazım olan nələri və milli həyatın bütün dallarını və milli həyatın, yəni bir camiənin milli yaşamının tamam dalların, tamam qonatların onları içine alan, bunların hamısını içine alacaqdır bu amar. Genel bir istatistik örgütüdür. Umumi bir amar təşkilatıdır, örgütüdür, təşkilatıdır. Mən qabaqcanda demişdim, Türkiyədə təşkilatın yerinə örgüt işlənir. Bu son zamanlarda örgüt çox mənfi olubdur. Yəni Kürdlərin bu terroristi təşkilatlarına işləndiyi üçün biraz mənfi görünür. Amma yenə də təşkilat anlamındadır. Avrupalı bir uzmanın yönetiminde bulunacaq olan Genel İstatistik Müdürlüyü qurulduqdan sonra baxanlıqlara və digər rəsmi olmayan qurumlara bağlı bütün istatistiklə ilgili örgütün onun yönetimi altına verilərək hamısı eyni yöneten və sistem içində çalışdırılacaqdırlar. Burada bir zəfə işarə edir. Təəssübdən çıxır eşiyə. O da bunu deyir ki, əgər bizim bir mütəxəssisimiz yoxdur, xaricdən mütəxəssis gətirəcək, idarə eləsin. Qacarda da bu var idi, şeydə də var idi, Osmanlıqda da var idi. Qacar o yerdə ki, mütəxəssisi yox idi, tərbiyyət verə bilməmişdi, orada xaricdən gətirirdi. Bunu biz görürük ki, həm maliyyədə gətirir, yəni maliyyat bölümündə, həm təşkilatlanma bölümündə gətirir, həm orduda gətirir, həm musiqidə gətirir, həm teatrda gətirir, həm teknolojide gətirir. Yəni baxırsınız, görürsünüz, hər sahədə bir ya iki çox yuxarı bir yüksək bir adamı yuxarı pulla istihdam eləyibdi, gətiribdi. Məsələn, fikir edin ki, o zaman bir Fransəli gətiribdi, ilinə verib 5000 o zaman euro yox idi, bilməm, frankdır ya dolardır. Mən əgər iştibah etmişəm, biz dolar oxumuşuq. 5000, fərz edin ki, onda 5000 dolar, indi görün ki, məsələn, beləsi deyim də, mən görəndə bir öküzü satırdılar 20 tümənə. Mən hələ olanda. İndi məndən bir 100 il qabaq, bəlkə də çox, Nasiruddin Şah bunları gətiribdi 5000 deyək dolara. 5000 dolara görün ki, siz məsələn, şayət məsələn hər bir tümənə ya 2 tümənə bir öküz almaq olardı. Görün 5000 dolara neçə öküz almaq olardı. Fikir edin ki, məsələn deyin elə hər bir dolar bir tüməndir. 2 dolara bir əgər
100 il məndən qabaqda, 100 il mənim doğulmamışdan qabaq öküz alsaydilər 2 tümənə, burada 2500 öküz alardı. 2500 öküz indi burada fikir edirəm ki, bir neçə milyard tümən elər. O halda ki, siz bir dənə xaricini gətirsiniz İranda bu qədər pul vermirlər, illa futbolist ola. Çünki dövlət də ondan propagandasıdır. Dövlətin o brainwashing sisteminin başında gəlir. Çünki insanların xoşları gəlir, fikirləşmirlər. Bu bir vaqiyyət. Bizim də milli adamlarımız görürsünüz ki, fikirləşmirlər, kitab oxumurlar. İllət budur ki, insan fikirləşməkdən xoşu gəlməz. İnsan fikirli bir şey oxumaz. İnsan, xüsusən İranda, o zaman ki, istir yata kitab oxur ki, kitab oxuya yata. Əsən kitab oxuyarlar ki, ayıq qalalar. Bunlar kitab oxuyarlar ki, yatalar. Yəni, dünyanın tərsəsi bir millətdir bura. Və bizi də tərsə böyüdüblər. Onun üçün, dünyada hər halda, çox gedirsəm o tərəfə kitabımız qalar. Avropalı bir uzmanın, deyir ki, yəni bizə mütəxəssis lazımdır, onu gətirəcəyik. Avropalı bir uzmanın, mütəxəssisin, nə şeyində, amar mütəxəssisin, yönetimində bulunacaq olan Genel İstatistik Müdürlüyü qurulduqdan sonra, deyir ki, əvvəl gərək bir dənə Genel İstatistik Müdürlüyü qurula, amma bunu qurmaq üçün bir dənə Avropalı ki, yəni Avropalı ki, amar elmində mütəxəssisdir, o gələ bunu qura və onun başında dura. Diqqət buyurursunuz. Bizə bu o şeydir ki, bu günə qədər İranda hala məsələn insanlar bunun üstündə niyə filanca məsələn görün nə qədər Qacar dövründə savaş salıblar, iç savaş salıblar ki, muze loje şey gəlibdi. Muze oturuşu gəlibdi burada malla paltarı geyibdi. Malla paltarı hamının paltarı idi o məqtədə. Rıza Şah hamının əynindən çıxartmayana qədər hamı o cür geyinirdi. Amma nədir oldu bu mallaları tutdu mən bilmirəm. Siz bazarda da belə görərsiniz, döhdürlərdə belə görə. Hamısı bu cür geyinərdi. Vəzir vəkil də belə geyinərdi. Amma yox, o adamla Fransa'dan nizamiləri gətirir ki, bizə savaşı öyrədin, əsləhə töhməyi öyrədin, əsləhə düzəltməyi öyrədin. İngilistandan lokomotivçi gətirirlər, musiqiçi gətirirlər, naqqaş gətirirlər, taatçı gətirirlər. Bunların hamısı budur ki, gəl bunları düzət. Əvvəl bunu düzəlt axı. Bunu gərək bir nəfər bizə öyrədək. Gəl bunu bizə öyrət, düzət. Öyrət bu insanlar da öyrətsinlər, sonra yavaş-yavaş bunu düzətsinlər. Sonra da elə bunun əsasına gəldi danışqaq qoydu. Dedi ki, ağa, axı belə olmaz ki, biz adamlara gətirək, bunlar ki, pul verir, gəlir bura, 5000 dolar ilinə. Bu gəlsin burada bir 50 nəfər öyrətsin daha. Bu 50 nəfər sonra 50 dana özlə hərəsi 50 nəfər öyrətsələr 4 ilin içində burada 2500 dana adam öyrəşər və bu böyük bir baxın görün nə qədər ağıllı fikirləşirmiş. Həmin şeydir ki biz islah tələbləri də mən özüm şəxsən bunu xatəmiyyə dedim amma ağıllarına batmadı. Çünki onlar hakimiyyəti saxlamaq istəyirlər. Onlar aləminin bir gözəl sözü var deyir ki bunlar nəfti paylaşanmırlar islah tələblərinə onlar. Nəft məsələsində bir-birlərinə yürüyəcək. Hər şeydə birdirlər sadəcə nəft məsələsində mən saxlayım, sən saxlama sözüdür. Hər halda deyir ki, bunu müdürlük yüzülərindən sonra baxanlıqlara və digər rəsmi olmayan qurumlara bağlı bütün istatistik ilgili örgütün onun yönetiminə altına verilərək deyir ki, hər halda elə ki, bu düzəldiyi genel müdürlük həm vizarətxanaların amar mərkəzləri həm də rəsmi olmayan, qeyri-vizarətxanadan eşikdəki amar mərkəzlərin hamısı getməlidir o Avropalı amar mütəxəssisinin hökmünün altına. Rəsmi olan qurumlara bağlı bütün istatistik ilgili örgütün onun yönetimi, müdiriyyəti altına verilərək, verilsin hamısı ona. Hamısı eyni yönətəm, eyni sistem, idarə və sistem içində çalışacaqdır. Bunların deyir, hamısı o idarə, eyni sistem, yəni bir sistemin içində çalışacaq. Çünki adamlar hərə bir saz çalır da, öz savadına görə götürür bir şey, standart, qeyri-standart bir işlər görür, elmi və qeyri-elmi. İndi deyir ki, yox, hamısı geçsin, bir nəfər gəlsin, bunları həm öyrətsin, həm də təşkilatsın, bunları versin, geçsin qabağa.
Görürük ki, təəssüb yoxdur və bu çox önəmlidir. İşdə ancaq belə bir mərkəzi bir uzmanlıq dairəsinə mənsub bütün alanları qavrayan bir statistik örgütün oluşduqdan sonradır ki, məmləkətimizdə statiki rəqəmlərdə sosial əksiklərimizin və yetənəklərimizin anlaşılması mümkün olur. İndi deyir ki, İşte bu qurulandan sonra ancaq belə bir mərkəzi bir uzmanlıq dairəsində, təxəssüs dairəsində. Xümeyni gəldi dedi ki, təxəssüs eşşəklərin işidir da, belə bir şey işlətdi. Təxəssüsə ehtiyacımız, bizim təəhhüdə ehtiyacımız var. Təəhhüd heç iş görməz. Təəhhüd, hala belə bilirsiniz, təəhhüd təxəssüsdən sonra gələr. Və təəhhüd bir şey olar. Vətən və millət. Ondan sonra heç də təxəssüs. O halda ki, İranda təəhhüddən mənzur budur ki, məsələn, vilayət fəqih qəbul edirlər, Xomeyninin əlini öpərər, beyət eləyər. Hamısı eyni yönetim və sistem içində çalışacaqdır. İşdə ancaq belə bir mərkəz, bir uzmanlıq dairəsinə mənsub bütün alanları qavrayan yəni içine alan. Qavramaq demişik də, qabaqcanda bir yerdə demişəm. Qavramaq normalda bir şey əyib, məsələn, dəmiri əyirərsən, bunu qavrarsan. Yəni bunu əyərsən, bükərsən, şəkil verərsən, form verərsən ona. Bu da deyir ki, onların hamısının içine alan, onlara formu verəndir bu uzmanlıq şirkəti. Bir statistik örgütü oluşduqdan, yəni bir amar mərkəzi qurulandan sonradır ki, məmləkətimizdə Məmalik-i Məhrusi Qacar fərz edin ya Osmanlıq İmparatorluğunda statiki, əlbəttə sonra bu Türkiyə dövrəsində yazır. Türkiyədə statiki rəqəmlərdə, yəni o amardan çıxan rəqəmlər sosial əksiklərimizi biz əskik deyirik. Burada əksik yazıb, yəni azlıqlarımızı, o şeylərdə ki əskikdir, azlıqdır, onları ictimai azlıqlarımız, yəni o yerlərdə ki yetirmirik. Gərək daha çox işlənə, ya daha çox bir iş ola orada. Və yetənəklərimizin və o şeylər ki yetənək yəni çıxar, potansiyellər anlaşılması mümkündür. Deyir, ondan sonra ki biz eləyə bilirik bunları anlaşıqca əskiklərimiz nədir, varlıqlarımız nədir? O cür bir mərkəz düzələndən sonra. Uygulanan reformaları və yeniliklərin toplum üçün zərərli olduqları da ancaq belə əsaslı istatistik dəftərlərinin hazırlanmasından sonra bulunur və incələnə bilir. Deyir ki, uygulanan reformlar, yəni indi diqqət buyurun, bayaqla o bir neçə gün bundan qabaq dedi ki, o reformlar üçün məşrutəçilər başladı, onlar bizə zərər verdi. Niyə? Dedi ki, onlar bilmirdilər ki, elmi istədilər başlayırlar, amma savaş güclü bunlar elmi getmədilər, əməli girdilər, ələn bizə bu lazımdır, o cürsə gətirdilər. Deyir, amma nə elədi? Uygulanan reformlar, deyir ki, bu islahat, reform islahatın şeyidir, islahat ərəbcədir, reform latincədir. Latindən gəlibdir. Bunlar da saxlayıblar. Elə indi də işlənir. Uygulanan yəni əməldə icra olunan islahat və yeniliklər. Yenilik yəni tazalıqlar, taza işlər ki gəlir camiəyə olar. Toplum üçün zərərli olduqları, görək ki bu yeniliklər və o islahat toplum üçün, camiə üçün zərərlidir olduqları da, ancaq zərərli olduqları da ancaq belə əsaslı estetik, belə əsaslı payalı bünövrəli amar olandan sonra dəftərlərinin, yəni amarların dəftərdə yazılırlar da, bu dəftərlərin hazırlanmasından sonra bulunur və incələnə bilir. Ondan sonra tapa bildik ki, bunlar zərərlidir bu islahat, bu yeniliklər, yoxsa deyil. O amarlara ki, dəftərlərdə yazılıb, onlara baxaraq və incələnə bilər, ondan sonra təhqiq oluna bilər ki, biz indi bunları neyniyək ki, ətraf. Bunu qabaqcan demişdi, burada onu açıqladı. Deyirdi ki, islahat gəldi, başladılar məşrutədən sonra, amma elmi olmadığı üçün zərər verib bizə. Hala deyir, zərərin içindəyik.
Burada deyir ki, buna görə ki, zərər verməyə biz gərək bir dənə mərkəzi amarımız ola ki, tamam amar mərkəzlərinin hamısını orada yığa və bu mərkəz elmi ola, elmi düzələ, təşkilatlana, dünyada nə cürdür bir elmi mərkəz, o cür bir elmi mərkəz düzələ, elmi əsasına bunlar təhqiq olunur. Ondan sonra o amarlar çıxandan sonra onların üzründə baxışır ki, bu reform, islahat ki aparılır, bu düzdür ya qələtdir, bu yeni bir işlər, sənaye ya hər nə ki gətirmişik, sinema, hünər, filan, bəhman, bunlar düzdür ya qələtdir. Məsələn, əslində heç indi biz bilmirik ki, camiə-şünası, biz bilirik ki, camiə-şünası İranda işləmir, rəvanşünası işləmir, falçılıq bunlardan çox işləyir. Bunu bilirik. Amma niyə şey eləyəmirik? Çünki belə bir mərkəz yoxdur. Milli kültürün bu saydığımız örgütlərin sadəcə milli kültürü arayıb bulmağa yarayanlardır. Milli kültür dinləmə nədir? Bu saydığımız üstəki örgütlərin 5 dənə saydı da, 5 dənə mərkəz saydı. Onlara örgüt deyir, dedik, örgüt yəni təşkilat. Örgütlərin sadəcə milli kültürü arayıb bulmağa, axtarıb tapmağa, bulmağa, tapmağa yarayanlardır. Deyir, bunlar milli kültür, o 5 dənə ki dedik, milli kültürü axtarıb tapmağa faydalı, yararlı, yəni faydalı şeydilər, örgütlərdilər, təşkilatlardılar. Milli kitabxana oldu, milli muze oldu, məzərsən, milli tarix şey oldu. Ondan sonra, indi bura mənim də yadımdan çıxdı. İstatistik mərkəzi oldu, milli tarix kitabxanası oldu, milli arşiv yadımdan çıxmışdı. Tamam, milli arşiv. Bunlar olmalıdılar və getməlidir. Biz hara gəldik? 5 il oxuduq, 6-cını deyik. Milli kültürümüzün bu saydığımız örgütlərin sadəcə milli kültürü arayıb bulmağa yarayanlardırlar. Yarayanlar yəni faydası olanlardılar. Milli kültürün başqa bir takım qorumları da vardır. Milli kültürün deyir ki, bu 5 danadan başqa ayrı bir takım, bir seri, bir takım, yəni bir neçə dənədə qurumları, təşkilatı vardı. Bunların görəvi də, yəni bu o birisi təşkilatların görəvi də, görev vəzifəsi də milli kültürü aranıb bulunduqdan sonra Avropa mədəniyyətinin onun çeşitli dallarına aşılanmasından ibarətdir. Deyir ki, bunların görəvi nədir? Milli kültürü aranıb. Deyir ki, o zaman ki, getdi, aranıb nə deməkdir? Məsələn, mən gedirəm, axtarıram, tapıram, tapdığımız şey aranıbdır. O şeydir ki, tapılıbdır, yəni aranıbdır, təhqiq olunub, tapılıb, o aranıb, bulunduqdan sonra, tapılandan sonra, onu bir şey elə, məsələn, bu itmiş də aradıq, tapdıq da, bu oldu nə mənə, aranıb, bu arandı. Bu arandı və tapılandan sonra, bulunandan sonra nə oldu? Avropa mədəniyyətdən danışırıq. Avropada gedən mədəniyyətinin onun çeşitli dallarına aşılamasının, o Avropa mədəniyyətinin çeşitli, cürbəcür, rəngbərək dallarına, qanatlarına aşılanmasından ibarətdir. Deyir ki, bu sazmanların işi budur ki, gələlər bu tapdığımız kültürün şeyin o Avropançılara mindirələr. Məsələn, bir şey yaradıblar mədəniyyətə, maşın. Ona bunu mindirələr. Məsələn, bizim incə sənətimizi ona mindirələr. Məsələn deyirəm. Məsələn, indi softverlər vardı kompüterə. Onlar məsələn bizim dilimizdə ola, bizim kültürümüzdə ola. Bu cürsürlər, bunları deyirik. Aşılamaq da bilirsiniz, yəni mindirmək, yükləmək. Bu görəvi yerinə gətirəcək qurumlarda bunlardır. Bu görəvi ki, bu işləri görə, yəni Avropada olan mədəniyyətə, kültürə yox, mədəniyyətə bu kültürü mindirək onların üstlərinə, yəni onların bəzəyi, görünkü kültürlə ola, onun görəvi görənlər hansılardır, qurumlar, təşkilatlar hansılardır, bulardır. Türk Üniversitesi, bir dənə Türk danışqahı lazımdır. Türkiyyat institutusudur. Pəs Türk danışqahının nə mənəsidir? Türk danışqahı demək nə mənə? Yəni ki, Türk dili ilə ilgili hər şeyin institutusudur, mərkəzidir.
institut, yəni mərkəz deyək də, mərkəz deyək daha rahat. Bunlardan örnək olaraq, yəni bu türkiyyatdan ya institutdan örnək olan örnək nümunə olaraq konservatuvar musiqinin o mərkəzi alalım. Deyir, musiqinin mərkəzini alalım. İstanbulda var olan Darul Əlhan. Darul Əlhan adında İstanbulda bir mərkəz varmış musiqi. Ona deyir ki, bu Darul Əlhanın dar ev, Əlhan yəni ləhnilər, soğutular, gözəlliklər, o gözələ işlənir, gözəl səslərə işlənir. Gözəl səslər deyək, gözəl səslər mərkəzi, Darul Əlhan. Onu elə özü deyib ki, konservatuvar, parantez, tərcümə eləyin, yazıb parantezin, konservatuvar. Dümtək usulun, dümtək dedik, dümbək də deyilir da, o dümbək dediyimiz qaval modeli, zərbi modeli, belə bir şeylər. Bunlar elə farsca deyirlər, zərbi də, fikir eləmiş deyirlər, alat-ı musiqi ya sazhay zərbi, belə bir şey deyirlər. Yəni, Bizans musiqinin konservatuarıdır. Deyir ki, bu Darul Əlhan Türk musiqisi deyil. Bizans musiqinin konservatuarıdır, yəni Darul Əlhanıdır. Bizimki deyil. Bu qurum ilk unsurları xalqın içindən melodilərinə özünün göstərən və Avropa musiqinə uyularaq armonize etdikdən sonra modern və batılı bir keyfiyyət qazanacaq olan gerçək türk musiqinə heç önəm verməməkdədir. Deyir ki, bu müzik mərkəzi ki vardı, bu qurum ilk unsurları, unsur yəni bunun üzvləri ya o şeylər ki, bunlar yığıblar onun içinə, musikin içində. Musikin üzvləri, yəni qolları deyək beləsi, alətləri filan. Xalqın içindən melodilərinə özünün göstərən, özünün burada özən, mən fikirəm özən göstərən yazacaqdır, iştibah düşübdür. Özən göstərən, yəni himmət göstərən, əhəmiyyət verən melodilərinə və Avropa musiqinə uyularaq, Avropa musiqinə bənzədərək, uyularaq, yəni bənzədərək armonizə, fikirəm bu harmonizə deməkdir. Yəni, hamısı bir-biri ilə cürgələn, harmon, yəni həmnəva farsca. Harmonizə, yəni bunlar bir-birinə, amma burada yazıb armonizə, mən bilmirəm nə mən ola bilər, bəlkə də armon bir ayrı bir sözdür, bilmirəm, amma mənim nəzərimə harmonizə yazacaqmış, gəlibdir. Edildikdən sonra, yəni bunları bir-birinə, bilirsiniz, məsələn, qaval çalınır, saz çalınır, ney çalınır, səntur çalınır, nə bilim, nə çalınır, bunların hamısı hərəsi bir səsdir. Bunlar hamı gərək alçaqlığı, ucaqlığı, yoğunluğu, nazikliyi, nə bilim, nəyi, mən musiqisi deyiləm, bilmirəm. Bunlar gərək bir-birinə oxşayırlar ki, birdən bunların biri, məsələn, hamısını xərablamıyor. Birdən, məsələn, qavalçı birdən çox bəh çalsa, ya zırnaçı çox bəh çalsa, o birisləri aradan gedərlər da. Yəni, məsələn, belə deyirəm. Deyir ki, elədikdən sonra modern və batılı bir keyfiyyət qazanacaq olan. Deyir ki, bu şəraitdə nə olar? Harmonik olandan sonra, indi görürsünüz ki, məsələn, toylarda bizim görürsünüz, aşıq deyir ki, biləndiğinin səsini verir, mənim səsim söz çıxsın. Sazçı da deyir, mənim sazım çıxsın. Balabancı da deyir, mənim ki, qavalçı da deyir. Görürsünüz, söz çıxır burada. Harmoni budur ki, bunların hamısı bir-biriyle oxuyacaqdır. Bir-birinə yaraşacaqdır. Və batılı bir keyfiyyət qazanacaq, bu batılı, yəni qərbi bir keyfiyyət qazanacaq olan gerçək türk müziğinə çevriləcək. Deyir, bunu çevirməyiblər. Heç önəm verməməkdədir. Yəni, bunu əslən deyir ki, indiyəcən buna əhəmiyyət verməyiblər. Bunu gətirələr, türk müzikin qərbi müzik kimi eləyərlər və işlədələr. Misal bunu vurdu da, dedi ki, yəni beləsi olar. Mən məsələn maşını misal vurmuşdum, bu da bunu misal vurdu. İndiki Darul Bədayi, indi yəni Osmanlı dağılıbdır, indi nə mənə var yerinə Darul Bədayi düzəlib. Dar yenə də evdir, Bədayi tazalıqlar. Şəhər teatrosu, özü mütərcim yazıb şey, şəhər teatrosu, teatra deyiblər Darul Bədayi. Də eyni durumdadır. Deyir, bu Darul Bədayi də eyni o, əski Darul Əlhan kimidir ki,
Bizans musiqisini aparır və heç çalışmayıblar gətirərlər bu türk musikin mindirələr bu dəstgahlara, qərbi dəstgahlara və qərbi dəstgahlardan taza bir modeldə verələr özümüzə dubarədən. Deyir, belə bir şey yoxdur. Çünki tiyatronun irəliləməsi ən çox gözəl Türkcə ilə xalq ölçüsünün qəbulünə bağlı ikən var olan şəhər tiyatrosu bu əsasları yetərli dərəcədə dəyər verməməkdədir. Deyir ki, hər halda, çünki niyə deyir, o da bu cürdür, yəni bu şəhər tiyatrosu da bu cür Darülbədaiyə də o cürdür, deyir ki, çünki tiyatronun, yəni teatrın irəliləməsi, qabağa getməsi, rüşd eləməsi, şükufa olması ən çox gözəl Türkcə ilə, ən çox gözəl deyir Türkcə, Türk dili ilə ən çox gözəl olar. Xalq ilə xalq ölçüsünün qəbulünə bağlı ikən. Deyir ki, Türkcə olsa xalqın ölçüsünün, yəni xalqın meylinin, əndazəsinin ona iqbal ölçü olacaqdır. Ölçüsünün qəbulünə bağlı ikən, onun, yəni millətin mordi istiqbal farsça deyirlər, ərəbcədir özdə, mordi də istiqbal. Olan şəhər tiyatrosu, deyir, yəni şəhər tiyatrosu indi mordi qəbuldur da, məsələn, qəbul olubdur. Bu əsasları yetərli dərəcədə dəyər verməməkdədir. Deyir ki, o Darüləlhan da, Darülbədaiyə də buna deyir ki, yetərli, lazım qədər. Yetərli, yəni lazım qədər də buna önəm verməyibdir. Buna görə bu iki qurumun Türk konservatuarı və Türk tiyatrosu halına gətirilmələri də gərəkdir. Deyir, bu dəlilə görə bu iki dənə qurumun, iki dedik, biri Darüləlhan, biri də Darülbədaiyə. Deyir, bunların hər ikisinin də Türk konservatuarına, yəni Türk musiqisinə çevrilməsi və Türk teatrı halına gətirilməsi gərəkirdir, yəni lazımdır. Və son sətri oxuyaq, qutaraq. Var olan qurumlar içində Türk kültürünə yardımcı olan yalnız universitetdir. Tamam deyir, qurumların içində hər nə var. Bunların içində təhcə bir şey ki, Türk kültürünə yardımcı, köməkçi olar. O da nədir? Universitetdir. Universitet danışgahdır. Danışgah da biz buna demişik, nə mənə? Darülfunun demişik. Bizim əgər qeysaq deyək Darülfunun, buna görə ki, o danışgah deyil. Danışgah yəni bir yer ki, orada danış vardı. O halda ki, orada danış yoxdur. Orada danışı tolid elərlər. O halda ki, görürük, keçən yüzildə belə bir danış tolid olmayıbdır. Universitetin ədəbiyyat fakültəsi adeta milli kültür fakültəsi demək olduğundan milli kültür ən çox yüksəlməyə çalışan bu qurumdur. Pəs deyir ki, universitetin ədəbiyyat fakültəsi, yəni ədəbiyyat departmanı ya danışgədəsi indi İranda deyirlər, fakültə danışgədə adeta, yəni təqribən, adeta, yəni təqribən milli kültür fakültəsi. Əslən deyir ki, bunu elə ədəbiyyat fakültəsi deyil, ya denən ki, milli kültür fakültəsi. Deyir, beləsi demək olar. Fakültə dedik, danışgədəsi demək olduğundan, deyir, demək ola bilər bunu. Milli kültürü ən çox yüksəltməyə çalışan, yuxarıya aparmaq çalışan bu qurumdur. Yəni, bu danışgahdır və o fakültədir. Burada qutaraq və 66-cı səhifədən qalsın. Çox sağ olun, əziz dostlar. Təşəkkür edirəm. Var olasınız, yorulmayasınız.